Hər birinizi Şərq Gecəsi 2 adlı tədbirimizdə xoş gördük. Mən Gülməmmədov Orxan, Milli Konservatoriyanın tələbəsiyəm. Bugün Bakı Gənclər Mərkəzində gözəl bir tədbir keçirildi. Şərq Gecəsi 2 adlı. Biz də bu gözəl tədbirdə öz ifalarımızı göstərdik. Minnətdarlığımı bildirirəm Bakı Gənclər Mərkəzinə belə yüksək tədbir təşkil olunduğuna görə. Çox sağ olun, minnətdarım. Bugün Şərq Gecəsi 2 adlı bədii tədbirdə idik. Bir tamaşaçı olaraq öz fikrimi bildirməli olsam, göstərilən rəqslər, oxunan ifalar gənclərimiz tərəfindən çox gözəl şəkildə həyata keçirildi. Seçilmiş mahnılar, rəqslər çox gözəl idi. Təşəkkürlər bu gecəyə görə. Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan Şərq Gecəsi 2 tədbirində Şərq mədəniyyətinin ürəyinə səyahətə çıxdıq. Poeziyanın, rəqsin, musiqinin sehrində birləşdik. Bu tədbir Şərq mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha önə çıxartdı. Təşkilatçılara təşəkkür edirəm. Bu gözəl gündə, bu gözəl tədbirin, yəni Şərq Gecəsi 2 adlı tədbirimizin aparıcılığını üstləndiyim üçün həqiqətən çox məmnunam.